Salam hörmətli izləyicilərimiz, bir dənə düşmə variant, qapısından marşrut işləyən, 6 sotun içində şəxsi özünə tikilmiş 2 mərtəbəli ev, əfsə neçə min oldu qiyməti? 170 min. 170 min? Bəli, 170 minə 6 sotun içində qapısından marşrut keçir. 5 otaq. 5 otaqlı, bəli əfsər, bəli variant çıxardın bizə. Hörmətli izləyicilər, bir dənə Xunami evi var, super səviyyədə. Ot kimi də maşallah ev istəyir, panel radiatorundan tutmuş, Kuxuna mebelindən tutmuş. Maşallah elə Kuxunası bir zal boydadır, bir qonaqlıq eləmək olar. Genişdir, qardaşdır, özüm üçün tikmişəm, keyfiyyətlə tikmişəm. Bütün materiallarda keyfiyyətlə istifadə olunur. İndi müəyyən işlər qalıb, aboy, laminat, o xırda-mırda işlərdir. Amma qardaş həqiqi pol vurur burada. İstəsə kim alsa lak da vura bilər üstündən. Hörmətli izləyicilərimiz. Bax, zalın hündürlüyü 3.40-dır. 46 ya 47 kvadrat səbirlərimizə zal olmalıdır. Genişlikdə zal heç yanında yoxdur, hörmətli izləyicilərimiz. Keyfiyyətli ev axtaranlar. 6 sotun içində, həyətində toyuq damısı, bisetkası, əl damısı, hər bir şey var, hörmətli izləyicilərimiz. Gəlin keçək burada. Ayda, istipol hörmətli izləyicilərimiz, qışda başqa aləmdir. Burada camaşırxanası. Bax, istipolun kollektorlarından gələcək buranın hamısını. Minütkası, kombisi ayrıca, sanuzeli, vannası, nə çək buranı? Asma tavan, hər bir şey qaydasında. Hər bir şey qaydasında. Biləkandakı bir mütləqən əsas şeylərin yıxmışam, bir dənə kosmetikası qalır. İndi inşallah keçək bir dənə ikinci mərtəbənin yanında tanışalaq. Hörmətli izləyicilərimiz, qardaşlar ki, mərdə çəkək. Gəl, çıxar ikinci mərtəbəyə. Pləkan maşallah çox möhkəmdir. Bir də evimiz betonun qalınlığı baba, bir dənə beton qalınlığı çək panelini. Bu qalınlıqda panel içəndə yoxdur. Keyfiyyətli evdir. Çıxır ikinci mərtəbəyə. Bu dəhliz hissəsinə baxın, elə bir otağa oxşayır. Burada sağda bir dənə yatan otaqdır. Otaqlar ideal səviyyədə, hörmətli izləyicilərimiz, ideal səviyyədədir. Qapıları da ki, maşallah, bahalı qapılardır, hörmətli izləyicilərimiz. Yəni, sanuzeli burada. Otaq buradadır. Baxa bilərik, qəşəng. Hələ həyəti də gözləyin, videonu axıra qədər izləyin, həyəti də gözləyin. Axırda hələ sürprizlərim var sizə. Bir dənə də otaq buradadır. Gözəl, çox gözəl. Bütün otaq 5, yox, hələ otaq qaldı. Bayrama qarışdı. Yuxarıda 4 dənə yataq otağı da, hə? Yuxarıda 4 dənə yataq otağı. Bir dənə yataq otağı buradadır, izləyicilərimiz. Ümumilikdə 5 otaqlı mətbəx ayrıca keçək inşallah evimizin bu 6 sotda yerləşən görək həyəti nədən ibarətdir, nələr var həyətdə. Mənə də sürpriz gözləyir, görək nələr var. Hörmətli izləyicilərimiz, həyətyanı sahə ilə tanış olaq. Bax, burada bax hissəsidir. Qəşəng ağaclar əkilib, qəşəng setkalanıb. Evimizin də bax çöl görünüşü elədir. Hələ burada bax toyuq damısı, əl damısı, bisetkası, indi hamısını sizə təqdim edəcəm, hörmətli izləyicilərimiz. Çox səliqəlidir, çox səhmanlıdır. Baxa bilərik. Baxın, burada belə bir dənə toyuq damısı var. Yəni, toyuqlar burada hərəkət ediyor. Yəni, burada göstərə bilərim, şəklinə göstər. Burada toyuq saxlamaq üçün yeri. Həyət evinin əsas şərtlərindən amillərdən biri. Burada görək nə var. Xəzinə tapmışam burada, hörmətli izləyicilərimiz. Həyət evində qəşəng bax, çox səliqəli səhmandır. Bax, polkaları yığıblar. Qəşəng bax, səliqəli, komfortludur. Bax, şurada bax, səliqəli bax. Hörmətli izləyicilərimiz. Bax, mənim bəyəndiyim həyət evi bax belə olar. Polkalar hamısı səliqəli yığılıb. Bax, lazımsız turmetlər, məsələn, lazımsız turmetlər yığıblar bura. Çox səliqəli. Bax, samavarına qədər yığırlar bura. Hamı bilir ki, həyət evində əldamı vacibdir. Burada qəşəng həyətidir. Qardaş mənə dedi ki, bunun pametin altına beton vermişəm. Keyfiyyətlə iş görmüşəm. Yəni ki, özünüzə rahatlıqla ala bilərsiniz bu evi. Bir dənə əldə bir setkası var orada qəşəng. Bir dənə qardaş dedi ki, bunun apşivkası qalır, özü paket yığmışam. Paket yığıb. Bunun evin giriş hissəsi buradandır. Qardaş dedi ki, buranı kim alsa, bu giriş hissəni naves eləyə bilər. Yəni, çox gözəl olar mənim fikrimizdə də. Burada bir dənə qəşəng. Burada əl damısı var.
Manqalı. Kababı çəkdim, biset qabı qoydum. Yayda divanda uzandım burada. Rahatçılıq, yaşa, həyatı yaşa, anı yaşa. Bir dənə də bax burada belə bir emalatxana kimi var. Qardaş İbrahim elə bir ki, çöl mətbəxi kimi nəzərdə tutmuşuq. İndi təmir qaldı, indi biraz təmir. Kim alsa buranın qəşəng bir dənə mətbəx yığdırır, mebel yığdırır, tam səliqəli vəziyyətdə eləyir. 6 sotun içində bu evi əldən qaçırmaq olmaz. İnandırım sizi, çox super bir qiymətə verir. Qapısından düz marşrut işləyir. Buyurun, zəng edin.